Salam dostlar, Let's Go Seymur YouTube kanalına xoş gəlmisiniz. Mən Seymur, artıq bir neçə ildir Slovakiyada yaşayıram və burada işləyirəm. Mənə zaman-zaman Slovak dili ilə bağlı, ümumiyyətlə Slovak ilə bağlı çox suallar olur. Onlardan biri də Slovak dili ilə bağlıdır ki, necə öyrənmək olar, hardan öyrənmək olar, Slovak dili çətindirmi, hansı vəsaitlərdən öyrənmək olar. Çalışacağam bu videoda bu tip suallara cavab tapım və onları sizə göstərim. Sözsüz ki, bu bir neçə il ərzində kiçik dillə bağlı təcrübələrimi sizə bölüşəcəm və ən əsası sizə çalışacağam istiqamət verim ki, hardan öyrənə bilərsiniz, hansı vəsaitlər və suallardan odur ki, Azərbaycanda bunu tədris edən varmı? Və demək istəyirəm ki, bəli, var. Və indi isə biz başlayaq. Əvvəlcə ondan başlayaq ki, Slovakiyada dil bilmədən yaşamaq olarmı? Sözsüz ki, xeyr. Yəni, hər kəsə çox yaxşı olar ki, Slovak dilini ən azından A1 səviyyəsində hər kəs öyrənsin, gəlsin Slovakiyaya. Ancaq bu, çox hallarda bu mümkün olmur. Mən özüm də öyrənməyib gəlmişəm. Ancaq burada zamanla, belə deyək də, işdə və müəyyən bir Slovaklarla danışdıqca müəyyən qədər öyrənmişəm. Bəzi insanlar var ki, ümumiyyətlə nə rus dili, nə də ingilis dili bilməyib, sırf Slovak dilini öyrənibdir. Bu, onlarda daha yaxşı alınıbdır. Niyə? Çünki Azərbaycan dilindən sonra növbəti öyrəndiyi dil Slovak dili olduğuna görə bu daha tez bunun yaddaşında qalıbdır. Mənim şəxsi təcrübəmdir, mənim belə də istinad etdiyim bir fikirdir ki, rus dili və müəyyən qədər deyək ki, rus dili, yəni bir də doğma Azərbaycan dilimiz artıq Slovak dilinə keçid edəndə burada belə deyək də, mən bir çətinlik yaşayıram. Bu da nədən gəlir? Bəzi sözlər rus dilindən Slovak dili bəzi hallarda oxşardır. Bəziləri yenə eyni sözdür, belə deyək, amma mənaları başqa bir sözlərdir. Buna misal olaraq deyə bilərəm ki, məsələn, rus dilində "Glavny stanitsa" deyə bir söz var. Məsələn, bu Slovakca "Halavny stanitsa" deyirlər bunlar. Belə deyək də, tərcüməsini deyim sizə, dəmir yol vağzalı. Bax, bu tip şeylər var. Məsələn, pozor rus dilində başqa məna verir, Slovak dilində pozor baxmaq, yəni diqqət et mənasında, yəni belə deyək də, səslənir. Burada hansısa sözləri, hansısa belə deyək də, fikirləri ola bilsin səhv deyə bilərəm. Zəhmət olmasa kommentarda yaza bilərsiniz. Mən sözsüz ki, belə deyək də, mənim şəxsi fikrim və şəxsi bu təcrübələrimə əsasən istinad edib bunu danışıram və bəziləri də eşitmişəm, ondan bağlıdır. Slovak dilini bilmədən ölkədə belə deyək, əgər ən azından bir 2-3 il və daha daimi yaşamaq istəyirsinizsə, dil bilmədən həqiqətən çox çətindir və dil bilməyib öyrənməmək də çox çətinlik yaradır zamanla. Buna misal olaraq siz hər hansı bir xidmətlə bağlı banklara gedəndə bunu şahid olacaqsınız. İstər sənədlərlə bağlı polis bölməsinə, yəni bu da ən çox əcnəbilərdə bu, belə deyək də, miqrasiya ilə bağlı sənədləşmə işlərinə növbət dəfə yenə təkrar gedəndə orada bu sizə kömək olur. Hər hansı bir sənədə bir qol çəkmə o halları yaşana bilər. İstər iş yerində, istər xidməti sektorlarda, orada da yəni dil bilmək çox önəmlidir. Bəli, Avropada çox adam düşünür, ingilis dilini bildim və mənə hər yerdə yaxşılıqdır. Tamam, ingilis dili əladır. Ancaq buranın öz ölkəsinin belə də dilini bilmədən yerli əhalinin belə də ən azından 70-80% öz dilində danışır. Ona görə də Slovak dili burada yaşayandan sonra, yəni digər hər hansı belə deyək, adi mağazaya gedəndə belə sənə Slovak dili lazım olur. Slovak dilini hardan öyrənmək olar? Əsas bu sualı verin və bunun üzərindən davam edək. Slovak dilini ilk öncə müxtəlif YouTube kanalları var.
elə Slovak dilində də var, müxtəlif Rus, Slovak dilində də var, Slovak ingilis dilində də var. İndi hər hansı dili bilənlər üçün belə deyək də bir vəsait tapmaq olar. Azərbaycan dilində materiallar var, amma çox azdır. Belə deyək də, mən videonun aşağı hissəsinə həmin o videoları da mən linklərini əlavə edəcəm və zəhmət olmasa ora baxarsınız. Yəni videonun aşağı hissəsində belə deyək, kommentariya yerində də ola bilər və də informasiya yerində də ola bilər. Orada zaten görəsiniz. Digər bir vasitə müxtəlif proqramlardır. O proqramlar hansılar ki, demək mən həmin o proqramları da çalışacağam orada paylaşım və video indi burada belə deyək də ekranda görürsünüz. Həmin o proqramları ki, siz özünüz aplikasiya, telefonlar köçürə bilərsiniz və orada o formu davam edə bilərsiniz. Azərbaycanda Slovak dili Slavyan dil qrupuna olduğu üçün kitabxanalarda baxmamışam, çünki bura gəlmək üçün açığı maraqlanmamışam. Ancaq düşünürəm ki, var. Çünki Slovak dili Çex dili üzərindədir və Çex-Slovak dili var. Slovakiya gələndən sonra burada əcnəbiləri bu dili öyrənmələri üçün istər Slovakanın özləri, istər burada yaşayan, belə uzun müddət yaşayan həm Rus dili bilən, həm Slovak dili bilən şəxslər var. Burada Ukrayna vətəndaşları var, Rusiyadan gələn insanlar da var və Rus dili bilən insanlar, belə deyək. Daha çox, indi mən sizə materiallar göstərəcəm, hansı kitablardan istifadə edir. Həmin kitabların onlayn versiyası da var və audio versiyası da var. Yəni, həm kitabın belə deyək də audio versiyası olur, saytına girib oradan həmin səsləri dinləyirsiniz və kitabın özü əldə olmağı çox gözəldir. Bu kitab necə adlanır? İndi mən bu kitab necə adlanır? Bu kitab Krijom Krajom deyə bir adlı kitabdır. Burada əcnəbilərin demək olar hamısı bu kitabdan yəni istifadə edir. Kitabın üz qabığı bu formadadır. İndi mən videoda daha ayrıntılı mən göstərəcəm sizə. Burada Avropa belə deyək də, Slovakiyada bunun dəyəri, kitabın dəyəri 32 avro 10 sentdir. Ancaq içindəki materiallar həqiqətən çox vacib və dəyər. Buradakı olan insana yəni çox faydalı olur. Krijom Krajanın hansı versiyaları var, belə deyək də. A1-dən başlayır. A1, A2, daha sonra B1, B2, sonra A1 artıq belə deyək də, daha da biraz təkmilləşir. Yəni bunları sizə öyrəndən sonra digər versiyalar da var və kitabın arxa hissəsində zaten bunları göstərir. Mən onu indi daha ayrıntılı bir mən sizə videonun belə deyək də o hissəsində, yəni ekranda görürsünüz. Canlı olaraq mən istədim sizə bunları göstərəm. Demək ki, burada özüm üçün hazırlıq saxlamışam və A1 versiyası belədir. Bəli, bu kitabda 32 avrodur. Bugünkü qiymətindən belə deyək. PDF halı da var, səhv etmirəmsə. Mən daha dəqiq indi bunu baxıb, əgər tapsam, bunu yenə videonun aşağı hissəsində linkini yerləşdirəcəm. Yəni, çox faydalıdır. Burada ən çox birinci başlanan burada A1 səviyyəsidir. Yəni, ilkin yəni, tanışdıq. Yəni, Slovak dili əlifbasından başlanğıcdır və burada belə bir şey göstərim. İndi mən o montajı da onu sizə göstərəcəm. Çox yəni, qısa dialoqlar şəklindədir kitab. Yəni, həqiqətən yəni, belə deyək, məsləhət görə biləcəyim bir vasitələrdir. Zaten mənə istər YouTube-da, TikTok-da, bir də Facebook, bizim WhatsApp qrupumuz var, Slovakiya ilə bağlı. Oradan çox yazılan suallardan biri də budur. Daha sonra gəlir A2 dediyim, A2 versiyadır. Bu da A1-dən sonrakıdır yəni. Bu zaten A1, A2-ni bilsəz, ən azından, elə bilin ki, Slovak dilinin ilkin danışıq kimi deyərəm ki, bəlkə də 30-40%-ni yəni
gündəlik danışıqda yəni biləsiniz. Yəni burada onunla özünüzü yəni sərbəst gəzə bilərsiniz. Başqa bir bizim demək sualımız o idi ki, Slovak dili paralel olaraq Rus dili və yaxud da ingilis dili bilsəm, mənə orada daha asan olarmı? Yəni Slovak dilini bilməsəm də olar, ən azından bir müddətlik. Bəli, burada Rus dili və ingilis dili keçərlidir. Ancaq harda və necə, indi o haqda danışım. Demək, daha çox 40 və 50 yaşlarındakı olan insanların bəlkə də 50%-dən çoxu Rus dilini bilir. Bəzisi bilir, ancaq tətbiq etmir. Onunla da qarşılaşa bilərsiniz. Daha çox üstünlük ver öz dillərində danışsın. Bu da normaldır. Digər aşağı, yəni yaş belə deyək də pokoleniyası, onlar Rus dilini bilmirlər. Amma qarşılaşdığım belə deyək xidməti sektorlarda, istər mağazalarda, belə deyək də GM olsun, yəni produkt mağazaları olsun, ərzaq mağazaları olsun. Ümumiyyətlə bu xidməti sektor hamısında ən azından orada işləyənlərin 3-ü və yaxud da ki, ikisi ingilisini də bilir və ingilisində çalışıb danışsın. Amma mən çalışmışam, orada Slovakca danışım ki, həm yerli dil olduğu üçün, həm də istəyirəm dilimi biraz da təkmilləşdirim, onları müəyyən qədər danışdıqca. Yəni, bilin ki, ingilis dili keçir, ancaq müəyyən bir yerə qədər. Bir də zaman-zaman nələri mən görürəm və zaten bura iş dəvəti ilə gələn insanların bir çoxu deyir ki, yazır ki, orada Rus dili bilmək lazımdır. Bu nədən irəli gəlir? Slovak dili Azərbaycanda daha yaygın olmadığı üçün və bura gələn əcnəbilərin daha çox keçmiş, belə deyək də, bu Sovet ölkələrindən, indiki MDB və SNG ölkələri belə deyək, gələn insanlardır deyə, Qazaxıstandan, Qırğızıstandan, Azərbaycan, bura elə Ermənistan, Gürcüstan və bu tip ölkələrdir deyə daha çox yaygın Rus dili olduğu üçün buradakı zavod fabriklərdə koordinatorları Rus dili bilən bir insan təyin edirlər ki, o dildə daha tez ünsiyyət qurulsun və həmin işçi ilə daha tez kommunikasiya qurulsun. İstər ona çatdırılacaq bir məlumatla bağlı, istər hansı bir xəta edibsə onu çatdırılsın və digər hansısa bir sənədə qol çəkəcəksə, onun tərcümədə izah olunur ki, sən bu şeyə qol çəkilir. Və eyni qaydada, belə deyək, həmin buradakı işçi agenturaları daha çox üstünlük verib bu dilə. Yəni, əslində buranın rəsmi dili Rus dili deyil. Yəni, Rus dili bilmək bundan qaynaqlanır. Bu suala da cavab verim ki, nəyə görə Rus dili belə yəni vacibdir. Ancaq digər mənim gördüyüm, qarşılaşdığım Gürcüstan vətəndaşları var idi. Digər bəziləri Rus dili bilirdi, bəziləri bilmirdi. Bilməyən ingilis dili bildiyi üçün o, belə deyək, həmin agenturanın koordinatorundan ingilis dillə ünsiyyət quruldu və o formada da davam etdi. Yəni, belə deyək də, hər iki dili bilməyiniz sizə üstünlükdür. Ancaq bilin ki, nə zamansa Slovak dilinə keçid etməlisiniz. Yəni, çünki ingilis dilini hər kəs bilməyə bilər, yəni bu normaldır. Ancaq sizə onu deyim ki, qarşılaşdığım məktəbdə ingilis burada xarici dil, daha çox ingilis, alman və digər Avropa ölkələrinə yaxın dillər tədris olunur. Amma daha yaygın ingilis və alman dilidir. Zaten qonşuluğunda da, Slovakiyanın qonşuluğunda da Avstriyadır, Çexiyadır, sonra Macaristandır. Bu tip ölkələr, yəni Avstriya məlum ki, alman dilli ölkədir və Bratislava daha çox Avstriyaya yaxın olduğu üçün bəzən görürəm ki, alman dilinə də daha çox üstünlük verirlər. Siz Slovak dili bilməklə, elə biz bir dənə Slovakiyada keçərli olacaqdır. Slovak dilini bilməyin üstünlüyünü mən sizə deyim. Öz ölkəsində xidməti sektorlar dedim, sənətləşmə işləridir, gələcəkdə öz digər işlərinizə yəni çox yarayır. Özünüz hər hansı xidmət sektorda işləyə bilərsiniz. Buna misal olaraq Azərbaycanlıların və digər gələn əcnəbilərin bir çoxu zaten taksidə və kuryerdə işləyir. Və orada da bu tip kommunikasiya istərseniz müştəri ilə yaranır və yarandığı üçün Slovak dili sizə çox vacibdir. Və Slovakiyadan başqa sizə harada bu istifadə oluna bilər? Çex dilindən Slovak dili bir-birinə çox oxşar olduğu üçün, yəni rahat Çexiyada da siz rahat
bu dildə istifadə edə bilərsiniz. Digər bir üstünlüyü mən Xorvatiyada da olanda Slovak dilinin bənzəri olduğu üçün Slavyan dili ailəsinə məxsusdur deyə orada da o dildən müəyyən qədər istifadə etmişəm və mənim köməyimə yəni yarayır belə deyim. Başqa bir üstünlüyü harada ola bilər? Dedim, gələcəkdə əgər dövlət işinə keçmək istəsəz, müəyyən sənədləşmə işlərindən sonra sizə orada da yaraya bilər. Məsələn, gələcəkdə evladınız burada məktəbə, bağça gedəndə orada görəcəksiniz effektini. İstər valideyn iclasları ola bilər, burada müəllimlə, ünsiyyət, direktorla, yenə hər hansı bir məktəblə və yaxud bağça ilə bağlı bir məsələlərdə sizə çox kömək olacaqdır. Düşünürəm ki, Slovak dili vacibdir və çalışdım ki, bu videoda sizə biraz daha detallı mən həm göstərim materialları, həm də nə dərəcədə üstün olduğunu, əgər bu ölkəyə gəlib yaşamaq istəsə, yəni vacib olduğunu istədim sizə qeyd edim. Kitabların hər birini məlumat mən linkdə yerləşdirəcəm. Olar ki, Azərbaycanda yaşayarsınız, bu kitabları əldə etmək istəyərsinizsə, zaman-zaman Slovakiyadan Azərbaycana və yaxud Azərbaycandan Slovakiyaya gələn azərbaycanlılar olur. Yəni istəyir səyahətlə bağlı, istəyir işlə bağlı. Yəni bu gedişat var və olduğu üçün mən bu kitabları istənilən həmin şəxsə ödənişini belə deyək edir və mən bunları göndərə bilərəm. Yəni o göndərmə ödənişini etmək şərti ilə də. Yəni mən sözsüz ki, bu kitabların hansını hər kəsə mən göndərə və yaxud hədiyyə edə bilmərəm. Və qiymətlərini də sizə mən göstərmişəm. İstəyirəm təkrar göstərim. Baxın, bu kitabın arxasında olan öz rüsum qiymətidir. İstəyirəm ki, məni görən və tanıyan insanlar təşəkkür edirəm ki, YouTube-da, TikTok-da baxırlar, inanırlar, məndən soruşurlar. Çünki Slovakiya ilə bağlı zaman-zaman çox insan aldadıb deyə mənim özümü də aldatdılar vaxtilə. Ona görə də mən çalışıram ki, insanlara düzgün və gözəl informasiya, yəni düzgün məlumat çatdırım. İstər işlə bağlı, istər gündəlik həyatla bağlı və bu da Slovakiya ilə bağlı ən vacib, belə deyək də, məlumatlardan biridir. Bir sözlə, onlayn sifarişi bilmirəm, baxaram, videonun sonradan montaj edəndə mən onu, o məlumatı yerləşdirərəm və saytını da əlavə edəcəm. Digər, belə bu formada mənim vasitəmlə almaq istəsəz, ödənişi edəsiniz. Mən hər hansı bir Azərbaycana artıq bu ehtiyac yoxdur zaten. Nə vaxt özün ödənişini edəsiniz. Mən həmin alıb, indi zaman çəkə bilər, müəyyən günlər. Mən kitabları hansı Azərbaycanlı deyək ki, köməyi ilə, zaten müəyyən WhatsApp qruplarda, Facebook qruplarda hamı yazır ki, mən sənəd apara bilərəm, müəyyən bir hansı bir kiçik, belə deyək də, bir əşya apara bilərəm, olur. Onlar vasitəsilə göndərmək olar. Slovak dilini yenə həmin məsələ qayıdıram. Azərbaycandasınız və necə öyrənə bilərsiniz? Dediyim kimi YouTube-dan müxtəlif videolar var, oradan öyrənə bilərsiniz. Müxtəlif aplikasiya proqramlar var, oradan öyrənə bilərsiniz. Və ən vacibi, mən bu yaxınlarda bir Slovak dilini, Çex dilini tədris edən bir şəxslə tanış oldum. Qəmbər Qəmbərov adlı bir bəylə, müəllimlə. Slavyan Universitetini bitiribdi, 15 il orada tədris edibdi. Çexiyada olubdu, Slovakiyada olubdu. Hal-hazırda belə deyək, yəni onlarla, bəlkə də yüzlərlə tələbəsi var. Müxtəlif ölkələrdən həm də onlayn dərs keçir. Dərs keçdiyi şəxslərin də bir çoxu Slovakiyada və Çexiyada yaşayan insanlardır. Və bir şey də deyim, mənim özüm evladıma, Allah olmayanlara da qismət eləsin, olanlara da can sağlığı versin. Evladıma da müəyyən bir günləri həmin müəllim dərs tədris edir. Hər kəsə fərdi yanaşır və həmin müəllimin Qəmbər Qəmbərovun həm Instagram, həm digər hesabları, məlumatları videonun aşağı hissəsində hal-hazırda görürsünüz və ora mən əlavə olunur. Hansı vəsaitlərlə keçir,
bildiyim bu digər belə deyək də işləyən insanlar üçün bu Krijom vasitələrindən keçir. Kitabı əldə etmək bir üstünlük, bir tərəfidir, o heç ayrı. Ancaq bunu sənə tədris edəcək müəllimin olmağı bir ayrıdır. Yəni bunu da öz Azərbaycanlımız tədris edir və dediyim kimi çox insana həqiqətən yəni faydası olubdur. Ona görə də mən həmin müəllim haqqında istədim sizə bir informasiya verim ki, niyə həmin şəxsin mən adını çəkirəm? Çünki özüm real günü, mənim həftənin müəyyən günləri, sözsüz ki, bu hər gün olmur, müəyyən günləri olur, müəyyən dərs saatları olur. Öyrədir deyə mən çox rahatlıqla onu sizə belə deyək də önərə bilirəm. Düşünürəm ki, bu video bir çox Azərbaycanlıya, istər Azərbaycanda yaşayan, istər digər ölkələrdə yaşayan insanlara faydalı olar və yəqin ki, Slovakiyada yaşayan Azərbaycanlılar da xeyir olar. Slovakiyada yaşayan Azərbaycanlılara ola bilsin gündəlikdə müəyyən istifadə edirlər, amma bunu daha təkmilləşdirmək istəsə, elə həmin onlara da bunları məsləhət görərəm. Bu kitabları da əldə etmək çox asandır. Slovakiyada müəyyən ticarət mərkəzlərində Martines və digər adlı kitabxanalar var və oradan gəlib əldə edə bilərlər. Zaten burada işləyənlərə desək, həmin kitabın adını desələr, köməkli göstərir və yerini göstərirlər və yəni, çox asan bir şəkildə əldə edə bilərsiniz. Məsləhət olar ki, birinci A1 versiyadan başlayın, dediyim versiyadan başlayın. Krijom A1 olan versiyadan və mən burada olanda bir yeni gördüm, istədim onu da sizə təqdim edəm. Bu çox fərqlidir. Bunu mən özüm də zamanla indi alacağam. Həm özüm istifadə edəcəm, həm də evlatlarıma alacağam, onlar da istifadə etsinlər. Yəni kitab həmişə xeyir gətirər, nəinki ziyanı olmaz. Düzdür, bugünkü gün qiymətləri biraz ola bilsin, belə deyək, hər kəsə uyğun olmaya bilər, amma bu bir gələcəyə yatırımdır. Düşünürəm ki, hər kəs bunu müəyyən o digər xəstələri azaltmaqla əldə edə bilər. Belə bir kitab var, indi mən bunları sizə göstərim. Tərcüməsi nədir? Suzinets Moyo Trade. Mənim sinifimdə əcnəbi var. Belə deyək. Mən öz anladığım formada, ola bilsin qrammatik tərzini tərcümə edə bilmərəm, ancaq mənası, anlamı bu gəlir. Bu kitabı mən belə deyək də, burada artıq çox sıfır səviyyədən başlanıbdır. Yəni hər biri həm rəngləmə var. Demək olar ki, bu daha çox uşaqlara uyğun gəlir. Zaten üzərində də yazılıbdır. Bunu da məsləhət görərəm. Əgər evladınız üçün nəzərdə tutmusunuzsa, belə deyək də 7 yaş, 10 yaş və 10 yaşdan aşağı, hətta 15 yaşa kimi də ola bilər ki, mən özüm də burada bəzi şeylər var ki, bilmirəm, mən üçün də alacağam və özüm də istifadə edəcəm. Və buradakı olan həm adlarını tapılır, həm də özün uşaq onu rənglədikcə daha tez yadda saxlayır. Bir bu kitabdır. Bunu da səhifənin YouTube videomuzun aşağı hissəsində linkini yerləşdirəcəm. Digər bir kitabımız Qrammatika Prisuzensov, əcnəbilər üçün qrammatika. Bu da həmin bu kitabın arxasında 3 versiyası var, 3 növü var, belə deyək. Onlardan biridir. Və göstərdiyim Suzinets Moyo Trade, Qrammatika Prisuzensov. Belə bir kitabdır, görsənsin. Burada da artıq məktəblə bağlı, məktəb belə deyək də üslubundadır. İndi biz buranın məktəbini oxumadığımız üçün düşünürəm ki, ən sıfırı buradan da başlamaq olar. Mən belə deyək də bu ilk Slovak dilindən tanışdığım hansı kitabdan olubdu? Krijom kitabından olubdu. Ancaq bunu yeni kəşf eləmişəm. Bunu da elə yeni kəşf etdim, elə istədim videoda sizə də göstərim. Digər iki kitab Predator. Uşaqlar üçün, sırf uşaqlar üçün, bu da artıq qeyd olunubdur, uşaqlar üçün adı belədir. Aha, Slovenkina Učebnica Predator Suzinetsova
Akraynov. Yəni əcnəbilər üçün və əcnəbidə yaşayanlar üçün belə deyək. Daha çox uşaqlar üçün. Bu da artıq qeyd olunubdur. Üzərində də şəkillə görürsünüz. Bunu da əlavə edəcəm. Yazarı budur. Unuduram bunu göstərmədim. Ola bilsin kimsə internetdə Google-da axtarar və onlayn yəqin sifariş vermək istəyər. Bu kitabın isə qiyməti 39 avrodur. Eyni bunun da digər versiyası da var bu kitabın. Bunu da göstərim. Bunları da göstərdim sizə. Bəzi kitabların qiymətlərini göstərmədim sizə. Bunları da göstərim. Demək, bu kitab olan bunun qiyməti 15 avro 50 sent. Bugünkü olan qiyməti. İndi sabah nə olar bilmirəm. Yəqin ki, eyni qiymət olar. Digər eyni kitabın da qiyməti 15.50-dir. Bunların 3 versiyası var. Mən rəflərdən 2 versiyasını tapdım. Yəqin ki, üçüncüsünü də tapmaq olar. Bir də balaca bir şey xoşuma gəldi. Cibli kitab. Bunu gələcəkdə yəqin ki, çox istərəm. Bəlkə də tapa bilərək bunu. Azərbaycan və Slovakca olsa çox gözəl olar. Cibdə belə deyək də gündəlik yaxşıdır. Yəni içərisində. Amma burada bu kitab nə deyim? Hə, bu ingilis Slovak dilindədir. Bəzi insanlar var ingilis dilini bilir. Həm bildiyi üçün həm paralel həm ingilis dilini təkmilləşdirər, həm də Slovak dilini daha da belə deyək də öyrənər. Bu cibli kitabdır. Burada daha çox sözlərdir və belə deyək də biraz da kompaktdır. Bunun isə qiyməti 5.90-dır. 5 avro 90 sent. Demək, bunları göstərdim. Prijum Kurajım mənim ən sevdiyim kitablardır. Başlanğıcı bunun üzərindən etmişəmdir. Mənə daha çox əzizdir. Beləliklə dostlar, biz bu videoda nə öyrəndik? Slovak dilinin vacib olduğunu, nə dərəcədə vacib olduğunu sizə dedim. Və Slovak dili ən çox əcnəbilər üçün harda lazım olur? Demək, işçi əgər siz viza ilə gəlib burada işləyirsinizsə, belə deyək, həmin bu 1 il və yaxud da 2 illik olur həmin kartlar, işlədiyin yerə bağlı olaraq sözsüzdür. Amma 5 il sən tamamından sonra artıq daimi yaşayışa müraciət edəndə, Travel Public deyirlər ona, orada yeni qanun çıxıbdır ki, imtahan da olur. Əvvəl yox idi, bu keçən ildə və digər illərdə. Bu ildən qanunda belə bir şey eşitdim, saytda oxumuşdum bunu. Düşünürəm ki, doğru məlumatdır. Artıq əcnəbilər daimi oturuma müraciət etsə və Slovak dilindən imtahan olacaqdır. Bildiyimə görə B1 ya A2 səviyyəsindədir. İndi tam dəqiqini yenə deyirəm, ola bilsin tam məlumat olmadığı üçün digər videolarda əgər belə deyək də səhvimi digər videoda düzəldərəm ki, daha dəqiq hansı A1 ya B1. Amma ilkin olaraq Slovak dilini ən azından gündəlik belə deyək də yaşayış dilini təmiz etmək üçün, digər xidmət sektorunu yaranmaqdan ötürü, özünüz digər dediyim kimi yerdə işləməkdən ötürü A1, A2 səviyyəsi mütləq lazımdır. Dil baxımından öyrənib real praktika tətbiq etmək, Slovaklar ünsiyyətçidirlər. Yəni hansısa bir sözü səhv deyəndə onu köməklik edib düzəldirlər. İndi gündəlik küçədə getdiyin bir şəxslə sən ünsiyyət qurmayasan sözsüz ki, bu işlədiyin hər hansı bir yerdə və yaxud da belə deyək də bir daha çox xidməti sektorda olanda daha çox anlamağa çalışırlar və hər ünsiyyət quranda yeni bir söz öyrənirsən və həmin sözün baxırsan ki, daha çox mənasını öyrənirsən. Slovakiyanın üstünlükləri zaten var. Məni bəzən tanıdığım insanlar qınayır ki, sən Slovakiya haqqında bəzən negativ fikirlər səsləndirsən. Əslində negativ deyil, daha çox istəyirəm ki, reallığı, gerçəkliyi görsünlər ki, zaten yaxşı, onsuz da yaxşı olur, yaxşıdır. Amma bu negativlər bilsin ki, onlara hazır olsun.
Və beləliklə dostlar, məni izləyənlər YouTube-da, TikTok-da, Facebook-da təşəkkür edirəm. Videolarıma baxırsınız, izləyirsiniz. Amma rica edərəm sizə, mən də bu videoya vaxt ayırıram, zaman ayırıram. Bunu ən azından bir paylaşın, digər insanlara göndərin YouTube linkini. Mən daha çox baza olaraq YouTube-a yükləyirəm ki, orada daha çox belə deyək də qalır. TikTok gündəlik paylaşım üçün yaxşıdır, ancaq TikTok profilin nə vaxtsa silinə bilər, amma YouTube-da bu hal qanun çərçivəsində gedirsənsə bu hal yaşanmır. Daha çox YouTube-a mən üstünlük verirəm və gələcəkdə mənə əgər videolardan qazanc olsa, daha çox oradan gəlir gələcəkdir. Bugünkü gün heç bir gəlirim yoxdur, nə YouTube-dan, nə TikTok-dan. Bizim Facebook, Slavakiyanla bağlı Facebook qrupumuz var. Bəzən onu da paylaşıram. Orada da insanlar digər bir-birinə kommunikasiya qururlar, dəstək olurlar, kömək olurlar. Burada yaşayan Azərbaycanlılar və Azərbaycanda yaşayan, bura gəlmək istəyən Azərbaycanlılar daha çox üstünlük təşkil edir və digər Avropa ölkələrindən də o qrupda qoşulanlar var. Eyni ilə dediyim kimi WhatsApp qrupumuz da var. İndi gələcəkdə təklif daha çox olsa bunu Telegram qrupunda açmaq istəyirəm. Bir də Slovakiya ilə bağlı hər hansı bir Azərbaycanlılar üçün bir xəbər tipli bir qrup istərəm. Orada ancaq Slovakiya ilə bağlı və Azərbaycanla Slovakiya ilə bağlı belə deyək, gündəlik xəbərlər çalışacağam orada paylaşam. Bunun hamısı vaxt, zaman tələb edir. Çalışarıq onu da öhdəsindən gələk, belə deyək. Mənə bu yaxınlarda bir neçə Azərbaycanlılar çox sağ olsunlar, onlara da buradan təşəkkür edirəm. Videolarımı izləyirlər, Instagramdan yazırlar, sonra Facebooka yazırlar, elə insan var TikTokdan yazır və müəyyən bir əlaqə, ünsiyyət yaranır, kommunikasiya yaranır. Bəzi şəxslərə belə deyək də, informativ baxımından daha çox danışmaq, məlumat istəyir, nömrələrini də verirəm. Olsun, tək Azərbaycanlılar belə deyək də, bir düzgün məlumat əldə etsin. Bu ölkəni bilirəm, bu ölkədən danışıram. Məni TikTokdan, Facebookdan, YouTubedan izləyib, mənə yazan insanlara təşəkkür edirəm. Bu yaxınlarda belə mənə bir neçə şəxs tərəfindən təklif olundu ki, biz sənin bu videolarına dəstək olmaq istəyirik və mən onlara da fikirlərimi söylədim. Zaten bunun haqqında kiçik bir paylaşım etmək istəyirdim. Onlarla da həmin fikri müzakirə etdim və ondan sonra bir neçə mənə şəxslər yazdı, onlarla da danışdım. Artıq bir 10 nəfərdən çox şəxslə danışdım. Mən bu videoları demək artıq müntəzəm çəkə bilmirəm. Niyə? Çünki buna bir videonu çəkib başa gətirməkdən ötürü aşağısı 5-6 saat zamanımı alır. Və bunu mən davamlı etməyim üçün belə deyək ki, mən digər 6-cı bazar günü bu istirahətlərindən, şəxsi vaxtımdan yəni istifadə edirəm. O da tamam. Və mən hər videonun başa gəlməyi, ərsə gəlməyi üçün yəni müəyyən maddi elə sərf edirəm. Ancaq bunu davamlı etməyim üçün mənə kanala dəstək lazımdır. Düşündüm ki, yəqin ki, mənim normal qarşılanan fikrim həm Avropa üçün, həm də Azərbaycan üçün kiçik bir hesab kartları qoydum. Kanala dəstək olsa, mən bu videoları daha tez-tez çəkərəm, daha yaxşı mövzular çəkərəm və gələcəkdə nəinki Slovakiya, digər Avropa ölkələrindən də qəşəng məlumatlar paylaşaram. Buna misal olaraq, elə deyək ki, mən Bratislavadan Nitra şəhəri və yaxud da Trnava şəhərinə getməyim üçün bunun hamısı müəyyən bir büdcə tələb edir. Mən bunu öz şəxsi büdcəmdən əlavə qarşılaya bilmirəm. Ancaq mən hərə kiçik bir məbləğlə, yəni məcburiyyət deyil, dəstək olsa, bu videoları mən həm montaj olunmağı, çəkilişi, özümə gələcəkdə mənim texniki vasitələr almaq istəyərəm. Necə ki, indi almışam. Bu fikrə, bu proyektə mən hobbi kimi başladım, paylaşdım.
Ancaq Slavankiyayla bağlı mənim heç bir videom yox idi. Və istədim elə bu fikrini də sizinlə bölüşəm. Düşünürəm ki, mənə inanan, mənə dəstək olan azərbaycanlılar olacaqdır. Yəni ən azından Azərbaycan dilində videonun olmağını istəyirsinizsə, belə deyək də bir faydalı, daha çox belə deyək də həm çalışıram, həm əyləncəli bir videoda çəkim. Necə əyləncəli bir restoran sektorundan bir videolar çəkim, müəyyən bir maraqlı bir yerə gedim çəkim və eyni bu videolar. Ona görə də sizdən çox xahişəm, mənə dəstək olun. Yəni kiçik bir məbləğlə, hər kəs kiçik bir məbləğlə dəstək olsa, yəni çox böyük işlər görə bilərik. Və bu yola çıxmışıqsa, düşünürəm ki, məni yarı yolda qoymarsınız və bunu daha da irəli apararıq, daha da gözəl mən videoları çəkərəm. Adi buranı mən videonu bax bu gün gəlib çəkməkdən ötürü, belə deyək, hal-hazırda artıq 5 saat vaxtım gedibdir. Təzədən mən buradan çıxmalıyam və getməliyəm. Harca evdə təxminən 7 ya 8 saat. Hələ video montaj prosesi, orada vəsait olur, müəyyən pullu proqramlar var, oradan istifadə edirəm. Mən hər dəfə bu şeyə qayıtmaq istəmirəm. Niyə? Çalışacağam hər video kiçik bir xatırlatma edim, ancaq bunu hər dəfə də etmək olmur. İstəmirəm insanlar düşünsün ki, mən pul müqabilində edirəm. Xeyr, o mənə o formada istəmirəm. Mənə bu formada dəstək necə lazımdır? Bu videoların davamı üçün lazımdır. Yenə dedim, hər kəs kiçik bir məbləğlə edə bilər, etməyə də bilər. Yəni də təşəkkür edirəm. Və bundan əlavə necə bir dəstək ola bilərsiniz? Bu mənə mütləq lazımdır. Videonu bəyənməyiniz, paylaşmağınız, istər YouTube, istər TikTokda. Çünki alqoritma necə işləyir? Sən videonu baxdın və paylaşdınsa, digər insanlara önərir. Və yaxşı olar ki, videolarıma WhatsApp link üzərindən də paylaşasınız və videolarıma ən azından bir yarıya kimi baxasınız ki, YouTube bunu önərsin. Tamam, videonu açdınız, 10 saniyə baxdınız, bağladınızsa, YouTube bunu önərməyəcəkdir. Niyə? YouTube baxır ki, bir insan videoya neçə dəqiqə baxılıbdır. Misal deyək ki, mən videonu çəkmişəm, düşünürəm ki, artıq bu video hardasa bəlkə də bir yarım saatdan çoxdur, bəlkə də 1 saat olub artıq. Və YouTube bunu baxacaq ki, misal üçün 1 saatlıq videoya 1 dəqiqə baxılıbsa, digər insanlara bunu önərməyəcəkdir. Siz istəyirsinizsə bu video belə deyək də, digər insanların qabağına çıxsın, daha önərilsin. Sizdən zəhmət olmasa videonu bəyənin. Və sonunda dostlar, sizlə mən sağollaşıram, təşəkkür edirəm bir daha hamınıza. Videolarımı bəyənirsiniz, paylaşırsınız. Ayrı-ayrılıqda təşəkkür edirəm sizə. Mən də çalışacağam, bundan sonra daha gözəl, daha yaxşı məlumatlar paylaşım. Başlanğıc olaraq Slovakiyanı götürmüşük və burada çəkiləsi mövzular çoxdur və düşünürəm ki, biz bu layihəni hobbi kimi başladı, amma daha da böyük uğurlar əldə edərik. Bu da sizin köməyinizlə olacaqdır. Təşəkkür edirəm. Sağ olun.